Yeganə Mürsəlova Novruz bayramı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib. Sferas xəbər verir ki, sənətçi Xəzər axşamı verilişində atasının vəfatından bayrama münasibətini dəyişdiyini bildirib. O qeyd edib ki, atası martın 20-sində dünyasını dəyişib, ertəsi gün ayın 21-də torpağa tapşırılıb. Bu səbəbdən uzun illər Novruzu qeyd etməyiblər və bayram onun üçün sevinc deyil, kədər hissi ilə xatırlanır. Müğənni bildirib ki, illər keçsə də həmin tarixlər onun üçün ağır olaraq qalır. O hazırda anası ilə birlikdə yaşadığım və evini anamın ocağı adlandırdığını deyib. Bir vaxtlar Novruz süfrəsi arxasında bacı qardaşlarının onun evində toplaşdığını xatırladan ifaçı əlavə edib ki, sonradan anası bu ənənənin düzgün olmadığını bildirib. Uşaqlara bayram sevincindən məhrum edirik deyə sənətçinin sözlərinə görə anası belə söyləyib. Yeganə Mürsəlova vurğulayıb ki, atasının vəfatından sonra həm özü, həm də qardaşı ailə qurub. Ailəyə oğul övladları gəlib. Anası isə Allah birini alar, birini verər deyərək ailəni yenidən bayram əhval-ruhiyyəsinə qaytarmağa təşviq edib.